بسم الله الرحمن الرحيم. والشمس وضحاها والقمر إذا تلاها والنهار إذا جلاها والشمس وضحاها والقمر إذا تلاها والنهار إذا جلاها والليل إذا يغشاها والسماء وما بناها والأرض وما طحاها والسماء وما بناها والأرض وما طحاها ونفس وما سواها فألهمها فجورها وتقواها قد أفلح من زكاها وقد خاب من دساها كذبت ثمود بطغواها إذ انبعث أشقاها فقال لهم رسول الله ناقة الله وسقياها فقال لهم رسول الله ناقة الله وسقياها فكذبوه فعقروها فدمدم عليهم ربهم بذنبهم فسواها ولا يخاف عقباها. صدق الله العلي العظيم. الله صل وزد على رسول الله وآله أتى على رسول الله
وآله الأطهار. صلوات. اللهم صل على محمد وآل محمد. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على Ya Allah, ya Allah, Peygamber oğlu Peygamber'e salavat-ı şüdür. Məriz və mərizələrimiz, dərdi bilinən, bilinməyən xəstələrimizin acil şifa tahmalarına salavat-ı şüdür. Din uğrunda, vətən uğrunda canlarını fəda vermiş şəhidlərimizin ruhlarını salavatla yad edək. İltiması dua edənlər, müşkilləri, hacətləri olanlar, bilxüsus bu məclislərdə İştirak edənlərdən, xanımlardan, bəylərdən fərq etməz. Gələrkən zəng vasitəsilə, SMS vasitəsilə, dua edərkən məni unutma deyənlərin hacət və mətləblərinin rəva olmasından ötürü salavat-ı şüdür. Zamanə imami, ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunun təcirinə, bizlərin o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü salavat-ı şüdür. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin. Rabbi şrah li sadri və yassir li əmri və hlul uqdeten min lisani yefqahu qawli. Qala al-Hakim fi muhkem kitabihil kerim. A'udhu billahi mineşşeytanirracim. Qul la as'alukum alayhi ecran illa al-mawaddata fil qurba. Sadaqallahul aliyyul azim. Peygamber oğlu Peygamber'e salavat-ı şüdür. Allah'ın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən və canlı vasitəsilə dilbər guşələrimizdən və ölkə hüdudlarından kənarda olan hər kəsə. Allahdan diləyək etdiyimiz duaları, qıldığımız namazları, qəlbimizin dərinliyindən Rəbbimizə etdiyimiz bütün hacət və mətləbləri, duaları bizdən ali dərəcədə qəbul eləsin inşallah. Möhtərəm cəmaatımız, artıq ilk gündən gələn əzizlər məclisimizin tərtibatını bilir və əza sahibi İmam Zaman əleyhissalam olduğuna görə söhbətimizdən öncə biz Zamanə imamının zuhurunun təcili ilə bağlı bir dua oxuyuruq. Sonra əyləşdiyimiz yerdən çöldə olan ana bacılarımız, o ayaq üstə olan o qardaşlarımız, əzizlərimiz ki, harda var, istər məscidin həyətində, yolda, hardadılarsa,
hər kəs elə olduğu yerdə, bizi izləyənlər də biri yolda gedərkən ola bilər qoşulub, biri evindədir, işindədir, fərq eləməz. Qəlbin ki, İmam Hüseynin məclisində iştirakdadır, elə bu ab-hava ilə inşallah qəlbimiz daha da nuran olsun, məclisimiz daha da münəvvər olsun deyə inşallah ki, ənənəmizə sadiq qalaraq fərəz duası və İmam Hüseyn əleyhissalama, yar-ı ənsarına buradan salam verək, sonra söhbətimizə başlayaq. Bismillahirrahmanirrahim. Allahümme kulli veliyyika Hüccet ibnil Hasan salavatüke aleyhi ve ala abaih fi hazihi sa'a ve fi kulli sa'a veliyen ve hafizan ve qaidan ve nasiran ve dalilan ve ayna hatta tuskinehu ardaka tava ve tumetti'ahu fiha tawila برحمتك يا أرحم الراحمين. اللهم صل على محمد وآل محمد. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين الذين بذلوا محجهم دون الحسين عليه السلام. فيا ليتنا كنا معكم فنفوز فوزا عظيما ورحمة الله وبركاته. صلوات. Möhtərəm cəmaatımız, bildiyimiz kimi hər gecə artıq 6-cı gecədir. Hər gecə biz Kərbəladan günümüzə bir mesaj mövzusu ilə danışırıq. Bunları ona görə hər gün Kərbəladan günümüzə uzlaşdırıb danışırıq ki, bugünün özündə belə bəziləri ilə Kərbəlanı ağlamaqdan, matəmdən ibarət bir ay kimi bilir. Təbii ki, adamın doğması dünyasını dəyişəndə ağlamaya bilməz, ağlamalıdır. Amma ağlamaqdan əlavə Kərbəlanın, Aşuranın mahiyyət və əhəmiyyətini də dərk etmək və onun barəsində insanlara bu günümüzə gəlib çatan o mesajları da çatdırmaq bizim boynumuzun borcudur. Bugün sizinlə deyərdim Kərbəlanın və o qanlı faciənin, hadisənin günümüzə gəlib çıxmasında və tarixin yaddaşında tarixi bir hadisə kimi həkk olub yaddaşlarda qalmasında böyük misilsiz əməyi olan müsibətlər anası İffət İsmət sahibi xanım Zeynəb Salamullah əleyhadan danışacaq. Amma İmam Hüseyn əleyhissalama olan məhəbbəti və səbrin zirvəsi, nümunəsi, mücəssəməsi
olan xanım Zeynəb salamullah əleyha barəsində danışmazdan öncə adətimiz üzrə Qurani Kərimdən bir ayət oxuyub və həmin ayətin bugünkü elə keçirilən məclislərə, bu tutulan matəmlərlə əlaqəsini izah edib sonra günümüzün mövzusuna toxunuruq. Az öncə oxuduğum ayət Qurani Kərimin Şura surəsinin 23-cü ayəsidir. Bunları yazın, qeyd eləyin, yadında saxla. Çünki o ki, məclislərə, bu matəm əza məclislərinə dil uzadanda ayətlə ayıq ol. Görsən o batil əqidənin daşıyıcısı olan insanlar Qur'andan bir-iki dənə oradan-buradan onun zahiri baxımından insanın belə deyək də fikirlərinə dəyişikliyə səbəb olan ayəni əlində əsas götürür, tərəfi azdırmağa, çaşdırmağa çalışır. Bizim ən böyük problemlərimizdən biri bilirsinizmi nədir? Qur'anımızdan uzaq düşməyimizdir. O Napoleonun vəsiyyətini yəqin ki oxumusunuz da, müsəlmanlara qələbə çalmaq istəyirsinizsə, müsəlmanları Qur'andan ayırın, Qur'andan. İndi bugün əgər anonim sorğu eləsək, qadınlı, kişili, çöldə, yolda olanların bu yüzlər, minlər insanların arasında ki, həm də olsun inancılı insansan, həm də olsun Əhl-i Beytə, Qur'ana inanan insansan, həm də olsun and yerun elə Qur'andır deyirsən, and olsun Qur'ana, and olsun Qur'ana ömrü sürdüyün halda anonim sorğu keçirsək ki, bu neçə minin, neçə yüzü, neçə mini demirəm ha, Qur'anı əvvəldən axıra, heç ərəb dilində demirəm, öz doğma ana dilimizdə, neçə dəfə də demirəm, bir kərə, bir dəfə oxumuşuq, bunu əminliklə əyləşdiyim bu minbərdən söyləyirəm, əksəriyyəti mən oxumamışam deyə cavab verər. Amma halbuki Qur'an bizim usul-ustu kitabımız olmalı. Qur'an elə ruhani üçün, molla üçün, axund üçün, dindar üçün gəlməyib ki, bu sənə necə, mənə də elə, hamımız üçün gəlib. Amma çox əfsuslar olsun, bugün bizim bir çox başımıza gələn bu bəlalar elə Qur'anımızdan uzaq düşdüyümüzə görədir. Allahımızdan, imamımızdan, peyğəmbərimizdən. Əgər o sorğunun nəticəsində bu günlər elə məsciddə olanlar, bura toplananlarda oxumuşam deyənlərdən çox oxumamışam deyənlər təşkil edirsə, həmin o vəsiyyət öz təsdiqini tapıb. Başqa bir analizə ehtiyac yoxdur. Ona görə bu ayələrə son dərəcə diqqətli olun. Allah Teala Şura surəsi ayə 23-də buyurur ki, Qul la əsəlukum aleyhə əcrən illəl məvaddətə fil qurba. Mən sizdən bu 23 il ki peyğəmbərlik eləmişəm, Peyğəmbər salavatullah söyləyirəm bunu ümmətinə. Deyir, mən ki sizə 23 il xidmət eləmişəm, bu xidmətimin qarşılığında, müqabilində sizdən mən yaxınlarıma məhəbbətdən, sevgidən başqa bir şey istəmirəm. Yəni, bu 23 il ki xidmət eləmişəm. Halbuki Peyğəmbər salavatullah bu 23 il xidmətin qarşılığında insanları haqqa dəvət eləyəndə dişin qırdılar, başına kül tökdülər. Məscidə gedəndə namazın vaxtını bilirdilər, bəzi yəhudilər vardı, yəhudi bir qadın vardı tarixdə. Peyğəmbər salavatullah günorta namazına gələndə zibilini onun yoluna tökərdi. Ümmət üçün Peyğəmbər bu qədər zəhmətlər çəkib. Amma gözəl əxlaq sahibinə bax, deyir o xanım ki, hər gün Peyğəmbərin yoluna zibil atardı, bəzən başına. Bir gün Məscid-ün Nəbidə olanlar, görənlər, Allah dübarə nəsib eləsin, arzu edənlərə gedib yaxından görməyi nəsib eləsin. Gəlir məscidə namaz qılanda, deyir ki, o hər gün o zibil atan bir qadın ki vardı yolun üstə, yoxdur. Deyirlər, ya Rasulallah, o naxoşlayıb, xəstələnib. Peyğəmbər salavatullah
yanında olanları götür, deyir bizim dinimizdə, İslamımızda naxoşun, xəstənin görüşürlər, yanına gedərlər, onun. Səni mən olsaydım bir el duası eləyərdik ki, biraz da əzabı şədid olsun, əzabı biraz da artıq. Amma Peyğəmbər sallallahu bu cür eləmədi. Səhabəni götürdü, gəldi, xanım Peyğəmbər sallallahu görəndə xəcalət çəkdi. Dedi, ya Rasulallah, mən sənə nələr etdim, amma sən mənə nə edirsən? Və hətta tarixdə yazırlar, Peyğəmbərin bu gözəl əxlaqı, gözəl örnək atdığı addım nəticəsində o qadın İslamı qəbul edir. Və elə o xəstəliklə də dünyasını dəyişir, amma dəyişəndə müsəlman şəklində dünyasını dəyişir. Bir sözlə, bu 23 il ərzində Peyğəmbər salavatıllahın başını yardılar, alnına daş vurdular. Bir sözlə, elə bugün də o dinin davamçılarına elə hərə əlindən gələn bir sözü deyir, hələ bir qoşmalar qoşur. Yəni, bu dinin öndərlərinə edilənlər elə bugün də davam edir, qiyamətə qədər də davam eləyəcək. Amma haqq olan ilahi nur heç zaman sönməyəcək. Bu, qiyamətə qədər davam edəcək. Amma Peyğəmbər çox mərhəmətli idi. Hətta döyüşlərin birində alnından qan axanda Peyğəmbər salavatullah tarixdə yazırlar, ovcunu açır, qan yerə tökülməsin, əlinin içərisinə tökülsün. Səhabələrdən biri soruşur, ya Rasulallah, niyə qanı ovcuğa yığırsan? Deyir, əgər qan yerə tökülsə, Allah ümmətə bunlara bəla göndərər, əzab göndərər. İstəmirəm, adamın alnından qan axır, vurublar, yaralayıblar, paralayıblar. Amma o anda belə yenə ümməti düşünür. Deyir ki, qan yerə tökülsə bəla nazil olar. Orada bir dua eləyir. Buyurur, Allahümmə xfirhum, Allah bunları bağışla. Fəinnəhum la ya'rifunə haqqı. Bunlar məni tanımır. Tanısaydılar, belə eləməzdilər. Görün, biz necə mərhəmətli Peyğəmbərin ümmətiyik. Bir dəfə də olsun nifrin eləməyib ümmət üçün. Ancaq Allahdan mərhəmət duyğusu ilə bağışlanma diləyib. Və bu ayədə ki, Peyğəmbər salavatullaha vəhy olur ki, onlara demən sizdən 23 ilin qarşılığında öz əhl-i beytimə, qohumlarıma, mən sizdən soruşuram, sizə and verirəm bizi yaradan, canımız əlində olan Allaha. İmam Hüseyin əleyhissalam Peyğəmbərin qohumudur yoxsa yox? Onun ailəsidir yoxsa yox? Ayədə nə buyurur? Qurba, qərib, ən doğması, ailənin içi. Deyir, ona məhəbbət göstərin, ona ehtiram edin. Məyər bir insan dünyasını dəyişəndə ona əza saxlamaq, ona hörmət rəmzi deyilmi? Ayət-i şərifədə nə buyurur? Buyurur ki, mənim doğmalarıma mən sizdən onlara yaxşılıqdan, hörmətdən başqa bir şey istəmirəm. Axı biz Allah cümlə şəhidlərimizə rəhmət eləsin. İstər 1-ci Qarabağ dönəmində dünyasını dəyişənlər, istər 2016 aprel döyüşləri, Tovuz hadisələri, şanlı zəfərimiz, unudulmaz tariximiz, 44 günlük qələbəmizdə və son sentyabr lokal antiterrorda dünyasını dəyişən cümlə şəhidlərimizə Allah rəhmət eləsin. Məyər şəhidlərimiz məclisimizdə şəhid ataları, şəhid anaları, şəhid doğmaları iştirak edirlər. Məyər onlar və bizlər bir xalq olaraq, millət olaraq şəhidlərimizin anım günlərini yad etmirikmi? Təbii ki, edirik. Yəni, 1-ci Qarabağ müharibəsində dünyasını dəyişən şəhidi də 30 il üstündən keçsə də yenə yad eləyirik. 6 il 2-ci Qarabağ müharibəsində dünyasını dəyişən şəhidlərimizi də yad edirik. Şəhidin yad edilməsi onu daima yaddaşlarda və tarixdə yaşatmaq mənasına gəlir. Və bugün də biz Kərbəla hadisəsinin qəhrəmanlarının anım gününü yaşamaqla və yaşatmaqla
həmi bu ayəyə əməl etmək istəyirik və eyni zamanda onların da hörmətini qoruyub saxlamaq istəyirik. Və bu İmam Hüseyn əleyhissalamın sevgi, məhəbbəti Allahdan qəlblərə atılan bir lütfüdür. Allah bu sevgi, məhəbbəti bizim qəlbimizdən almasın. İmam Cavad əleyhissalam buyurur, Mən əradəllahu bihil xeyrə qazəfə fi qəlbihi hubbəl Hüseyn əleyhissalam və hubbə ziyarətih. Allah bir insana əgər xeyir vermək istəsə, onun qəlbinə İmam Hüseyn əleyhissalamın məhəbbətin və İmam Hüseyn əleyhissalamın ziyarətin salar. Əgər sən İmam Hüseyn əleyhissalamı sevərək bugün bu məclisdə iştirak edirsənsə, əmin ol ki, Allahın o sənin qəlbinə atdığı bir ilahi nurdur. Allah bu nur və bu nurani məclisdən bizi heç zaman ayrı salmasın. Möhtərəm cəmaatımız, bugün sizinlə biz qeyd etdik ki, Kərbəladan bugünümüzə mesaj məhz İmam Hüseyn əleyhissalamın o qəhrəman bacısı, İmam Əli əleyhissalamın o şücaətli qızı, xanım Zəhra salamullah əleyhanın o iffətli, ismətli və İmam Həsən əleyhissalamın o səbirli, dözümlü, əzimli, vüqarlı bacısı, Kərbəlanın qəhrəmanı xanım Zeynəb salamullah əleyhadan danışacaq. Bu gecə sözün həqiqi mənasında tarixin yaddaşında qadın olmasına baxmayaraq şücaət obrazını formalaşdıran bir xanımın barəsində danışacaq. Elə bir qəhrəman ki, onun ordusu yox idi, amma haqqın bayrağını yerdə qoymadı. O elə bir qadın idi ki, hətta 2 övladını Kərbəlada şəhid verdi. Yəni 2 şəhid oğul anası idi xanım Zeynəb salamullah əleyha. 4 qardaşını əlindən verdi, əsir oldu, amma zülmün qarşısında dayandı. Haqqı müdafiə elədi, İmam Hüseyn əleyhissalamın haqqını difa elədi. Məhz bu gecə biz İmam Hüseyn əleyhissalama onun olan məhəbbətini və səbrin zirvəsindən danışacaq. Baxın, görün necə bərəkətli ömür sürüb ki, 7 məsum görüb. Baxsaq, İmam qızı idi. Peyğəmbər salavatullah babası məsum. Atası İmam Əli əleyhissalam, anası xanım Fatimə Zəhra salamullah əleyha, qardaşları İmam Həsən, İmam Hüseyn Behiş cavanlarının ağası, 6 İmam Zeynül Abidin və İmam Muhammed Baqir, 5-ci imamımız. 7 məsum görüb, 7 məsum. Amma 5 məsumdan tərbiyə alıb. Peyğəmbər salavatullahın əxlaqı, İmam Əli əleyhissalamın o məntiqli danışığı, anası Zəhra salamullah əleyhadan iffət, qardaşı İmam Həsən əleyhissalamdan səbiri, həlmi, dözümü, İmam Hüseyn əleyhissalamdan da şücaət dərs alıb. 5 məsum məktəbi görmüş. Amma İmam Zeynül Abidin ağa bilirsinizmi xanım Zeynəb salamullah əleyha barəsində nə buyurardı? Deyərdi, ya əmməti, ənti bihamdillah muallimətun qayrə, alimətun qayrə muallimətin. Bibi Zeynəb, sən aliməsən. Alim kişiyə deyərlər ərəb dində, alimə, müəllim, müəllimə kimi də. Buyurardı ki, ya əmməti, ənti alimətun qayrə muallimətin. Bibi Zeynəb, sən aliməsən, amma sənin müəllimin yoxdur. Yəni, bir bəşərdən dərs alasan, birindən dərs oxuyasan, belə olmayıb. Çünki onun dərsi məsumdan olub. Amma
Kərbəla hadisəsinə keçməzdən öncə xanım Zeynəb salamullahi əleyha barəsində bir neçə kəlmə deyib zikr müsibətinə keçəcəm. Seyyid qardaşım, əziz məddahımız da inşallah o gözəl yanqılı səsi ilə oxuyar. Amma xanım Zeynəblə İmam Hüseynin bacı qardaşlığı bir alahı cür olub, bir başqa cür olub. İndi aramızda bacı qardaş olanlar bir təsəvvür eləsin. Mən bu danışdığım hadisələrdə xanım Zeynəb salamullahi əleyha ilə İmam Hüseyn əleyhissalamı təsəvvür eləsin. Görək biz necə bacı qardaşıq, onlar necə bacı qardaş olublar. Yazırlar, xanım Zeynəb salamullahi əleyha təzə dünyaya gəlmişdi. İlk dünyaya gələndə gözünü açmır. Analar fədakar olur. Təbii ki, ata nə qədər can yandırsa, amma ana təki can yandıra bilməz. Bunu səmimi qəbul eləyək. Xanım Zəhra salamullahi əleyha qızı Zeynəbin gözünü o cür görəndə çox narahat olur. Nigaran olur. Elə bilir ki, gözündə qüsuru var. Peyğəmbər salavatullah səfərdə idi xanım Zeynəb dünyaya gələndə. Peyğəmbərdən qabağa ad qoymaqda keçməzdilər. Nə İmam Əli, nə xanım Zəhra salamullahi əleyha. Dedilər, atam Rasulullah gəlsin. Xanım Zəhra buyurdu, atam Rasulullah gəlsin. Bu yeni dünyaya gələn övladımızın adını atam qoysun. Peyğəmbər salavatullah səfərdən gəlir və uşağı o körpəni qucağına alır. Allah övladı olmayan, bugün namazdan öncə qardaşlarımızdan biri söylədi, bir nəfərdir, 21 ildə ailə qurub, övladı yoxdur. Allah xanım Zeynəbin bu gecəsinə xatir, bu məclisə xatir, həm o iltimas edənə, həm də aramızda və bizi izləyən, ya sizə, bizə, kimə ki, ümumən övladı olmayanlara Allah elə xanım Zeynəb iffətində bir qız övladı verməklə onları sevindirsin inşallah. Demək, körpə Peyğəmbər salavatullahın da belə qucağında göz açmır. Cənab-ı Cəbrail nazil olur, ya Rasulallah. Allah bu körpənin adının Zeynəb qoyulmasını istəyir. Zeynəb, Zeynüəb, atasının zinəti. Qız övladı çox gözəldir, Allahdan hədiyyədir. Əgər evində qız övladın varsa, ona çox vaxt ayır, ona diqqət elə, ona öz sevgiyi göstər, əzizlə, qəlbindən gələn bütün o gözəl sözləri, xoş sözləri qızıva decinəm. Bilirsən niyə? Allah bəşər təbiətini bu cür xəlq eləyib də, xanımda zərafət olar, zərafət, zəriflik, incəlik. Ona görə nə qədər qəlbindən gələn o xoş sözlər var, o sevgiyə aid sözlər var, qızıva deginən, utanma ginən, qəlbindən gələn sözləri, o ata olaraq o ən gözəl sözləri səndən eşitsin. İnan, əgər o səndən eşitsə, qıraqda onun dilənçisinə çevrilməyəcək. Amma sən onu ona verə bilməsən, elə o kənarda o sözləri axtaracaq. Ona görə çox əzizdə və xanım Fatimə-i Zəhra salamullahi əleyha atasının da qucağında gözünü açmadığından narahat olur. Verirlər İmam Həsən əleyhissalamın o körpə aralarında 4 yaş fərq olub, əllərinə, qucağına, amma onun da qucağında göz açmır. İmam Hüseyn əleyhissalamın o mübarək, o balaca, o sariban qət eləyən əllərinin qucağında olanda tarix yazarlar yazır, xanım Zeynəb salamullahi əleyha gözünü açır. Bu o mənadadır ki, aləmi mənada sanki
O elə dünyaya gələndən qardaşı İmam Hüseynlə bir olacaq. Başına o müsibətlər gələcək. Deyir, zaman gəldi, vaxt o yer gəldi, çatdı, yetişdi ki, xanım Zeynəb salamullahi əleyha artıq gəlin köçəmə vaxtına gəldi, çatdı. Allah heç bir qız uşağını anasız eləməsin. Allah o gəlin köçən vaxtı qızın gözü ana duasında olar, ananın ilə onun yanında olmasında olar. Əgər aramızda anasını əlindən cavan itirən bacılarım varsa məni bağışlasın. İmam Əli əleyhissalam həmi anı idi, həm də elə atı idi. Amma evdən qapıdan çıxanda, kənarlaşanda baxdı, sanki nəsə demək istəyir. Buyurdu ki, qızım Zeynəb, atom boyuva qurban olsun. Nə demək istəyirsən, nə söyləmək istəyirsən? Xanım Zeynəb salamullahi əleyha dedi, ata, mənim bir istəyim yoxdur. Amma ta anam yoxdur, ana əvəzi sənə deyəcək sözüm budur ki, həyat yoldaşı Abdullah idi. Abdullah əmisi oğlu idi, Cəfərin oğlu idi. Abdullah ibn Cəfər. Əmoğlu, əmi qızı izdivac edirdilər. Dedi, atacan, mən utanıram əmim oğluna deyəm. Amma əmim oğlu Abdullahdan bir istəyim var ki, mən qardaşım Hüseynsiz qala bilmərəm. Qardaşım Hüseyn harda, mən də orada. Odur ki, Abdullah Mədinədə qalmışdı, amma xanım Zeynəb İmam Hüseynlə birlikdə Kərbəlaya gəlmişdi. Deyir, rəsmidir, adətdir, ərəbdə 3 gün taze gəlin evinə getməzlər, onun qapısına getməzlər. Deyir, xanım Zeynəb salamullahi əleyha gəlin köçdü, Abdullahın evinə, əmsi oğlunun evinə getdi. Amma Mövla Əli deyir, gecə gördüm Həsənim yatıb, amma İmam Hüseyin oyaqdır. Dedim, Hüseynim, niyə yatmırsan? Dedi, atacan, ömrümdə birinci dəfədir ki, bacım Zeynəbdən ayrı qallam. Bacım Zeynəb üçün darıxıram. Deyir, elə ki, 3-cü gün oldu, Mədinənin xanımları bəziləri bir yerə yığışdılar. Dedilər, anasız qızdır, anasız baladır, gedəyin bir baş çəkəyin, gözü yolda qalar, kaş anam olsaydı gələrdi, məni görərdi. Deyir, gəlirlər, gələndə görürlər ki, namaz üstə Zeynəb ağlayır. Elə bilirlər, anası yadına düşüb, anası. O xanım Zeynəb salamullahi əleyha elə uşaqlıqdan müsibətlər içində olub. Xanım Zəhra salamullahi əleyha anası dünyasını dəyişəndə xanım Zeynəbin 5 yaşı var idi. Mən sizdən soruşuram, elə analarımdan soruşuram, ya elə Əli əleyhissalamın o qeyrətli şiələrindən soruşuram, harda görünüb? Bir 18 yaşında ana dünyasını dəyişəndə qızına deyir ki, sən qardaşlarına həm ana ol. 5 yaşında qıza deyir, həm bunlara ana ol, həm bacı ol. O müsibətlər həm xanım Zəhranın necə yuyulmasını, necə kəfənlənib, necə dəfn olunmasını görüb. Mövla Əlinin o başı yaralananda o yaranı sarıyıb. Qardaşı İmam Həsənin yanında olub. İmam Hüseynin nə qədər gör bir xanım olaraq bu müsibətləri özündə cəm etmiş. Deyir, xanımlar soruşur ki, ya Zeynəb, olmaya anan üçün darıxırsan, anan yadıva düşüb. Deyir ki, anam üçün darıxıram, amma qardaşım Hüseyn üçün ağlayıram. 3 gündür qardaşım Hüseyni görmürəm. 3-cü gün İmam Hüseyn əleyhissalam icazə alır atasından ki, ata, gedim mən bacım Zeynəbi görüm, ziyarət eləyim. Tarix yazarlar yazır, gəlir, o vaxtda yetişir, görür ki, bacısı Zeynəb yatıb.
üstünə gün düşür. Bu sözü yadında saxla. Buradan biz Kərbəlaya keçid alarıq. Ruhu, qəlbi Kərbəlaya götür. Deyir ki, İmam Hüseyin əleyhissalam görür ki, xanım Zeynəb salamullahi əleyhanın üstünə gün düşür. Bacısını oyatmır. Əbasını çəkir, günün qabağında dayanır ki, bacımın üstünə gün düşməsin. O qədər dayanır ki, xanım Zeynəb yuxudan oyananda görür qardaşı Hüseyin günün qabağında gün düşməsin deyə buna kölgə salır. Deyir, qardaşı, niyə belə eləyirsən? Dedi, bacım, üstüə gün düşürdü, istəmədim gün səni narahat eləsin. Amma əzizlər, bir vaxt gəldi, bir zaman yetişdi. Kərbəlada Aşuranın günü xanım Zeynəb salamullahi əleyhaya İmam Hüseyin əleyhissalam dedi ki, bacı Zeynəb, mən gedirəm, balalarımı sənə tapşırıram. Elə ki, gördünüz, mən şəhid oldum. Məni şəhid edəndən sonra o zalimlar, namərdlər bu xeymələrə od vuracaqlar. Bacı Zeynəb, elə ki, təllin üstündən gördüm, mən Zülcənahdan düşdüm. Balalarımın əlindən tut, xeymələrdən çıxart. Çünki xeyməyə od vuranda balalarım yanarlar. Xanım Zeynəb salamullahi əleyha üçün çox çətin idi İmam Hüseyin əleyhissalamdan ayrılmaq. Deyir, o an idi ki, xanım salamullahi əleyha Səkinə Ümmü Gülsümlə bahəm, o balaları ki, Aşuranın günü idi, karivana vurub aparırlar, əsirlər əllərində zəncir, ayaqlarında, qollarında zəncir, kənarlaşdıranda görür o çuxur yerdə başsız bədən var. Qardaşı İmam Hüseyin əleyhissalamın başsız bədəni. Bir anlıq o səhnə yadına düşür. Deyir, qardaş Hüseyin, sən razı olmadın mən yatanda üstümə gün düşə, amma məni bağışla, mən sənin başsız bədəni üstü qumlar üstə qoymuşam. Məni bağışla, nə məcərim var, nə əbam var, sənin üstüvə tutam. Qardaş, məni həlal eylə. Deyir, həmin anda xanım Zeynəb salamullahi əleyha, deyir, o balaca balalarla gəlir, o başsız bədəni bağrına alır. Sonda o namərdlər, məlunlar qəmçi vura-vura o bacını qardaşdan ayrılırlar. Deyir, Hüseynim, mən getməzdim. Kaş sənin əvəzünə mən öləydim, qardaş. Amma nə edim ki, balalarımı da tək qoya bilmirəm. Mən Zeynəbə məvvəl anadan bəxtəvər oldum. Mən Zeynəbə məvvəl anadan bəxtəvər oldum. 5 sində qaldım, anasız xuncigər oldum. Getdi ata qardaş, qara üstdən qara saldım. Axirdə Hüseyin öldü elə, derbeder oldum. Mən Zeynəbəm Allah, hara getdim Qarabaşdan. Bu qarəni axır aparım həm hara başda. Canım çıxacaq, çıxmayacaq küfə yadımdan. Bazar dolanduq, bacı qardaş yara başlar. Bu gecə gedək mütəvəssil olaq, xanım Zeynəb salamullahi aleyhanın qapısına. Məclis İmam-ı Zaman ağanın nəzərindədir. İmam-ı Zaman ağa özün nəzər elə, özün buyurmuşsan, hər kimin dərdi olar, hər kimin nisili olar, hər kimin çətinliyi olar.
Mənim əmməm Zeynəbə təvəssül eləsin. Mənim əmməm Zeynəbə təvəssül eləsin. Ya İmam-ı Zaman, özün nəzər elə bu gözyaşlarımıza. Senin ürəyimin qəminə bizim ürəyimiz qurban ağa ya İmam-ı Zaman. Özün nəzərinə bu məclisə ay 5 yaşından başına qara bağlayan Zeynəb. Ay 7 qardaşı ölüb tək can verən Zeynəb. Sənin məzlumiyyətinə qurban olum, qurban olum. Qoysaydı əgər düşmən hər gün sənə ağlardım. Allah özü şahiddir, Hüseyin qatillərə yalvardı. Gördüm yarılıb başın, mən də başımı yardım. Affeyle eğer olsan eksanim Hüseyin'im. Ondan baktı Hüseyin'e dedi kardeş, bu Kufe'nin ne kadar bir heya cemaati var. Uşaq böyük hərə bir cür edir cəfa başı var. Nə qədri səsləyirəm hisslə daş vuram mənə vur. Ki qorxuram yetişə ayrı bir yara başı. Mənimki nizəyə çatmır əlim, yuyan başımı ay qardaş. Nə yaxşı ki verə əl-an, anon səfa başıma amma qardaş. Hüseyin anama de gələndə 2 dəsmal gəzirsin. Birini bağlıya əvvəl o məhliqa başıma, İkinci verə mənə bağlıya başım yarasın ay qardaş, ay qardaş. Səs verin ya Hüseyin. Sənin məzlumiyyətinə qurban olum, sənin ürək qəminə qurban olum. Allah heç bir bacının qəlbinə qardaşlıq çəkməz. Bacı bir arxaya baxar deyər mənim dayağım var, yıxılan da əlimdən tutanım var, qardaşım var. İndi o bacıların da dilindən, Hanım Zeynəbin də dilindən oxşama deyək, dərdimə dərman ağlar, yol ağlar, görən ağlar. Bacı qardaşdan ayrı, aylar illər qan ağlar, aylar illər qan ağlar. Dağlar başı dumandır, ürəyimə qəm aldı. Dur ayağa ay qardaş, əlim belimdə qaldı. Sənə Zeynəbin qurban Hüseyin. Mən bazı ağlamazlar, yarəmi bağlamazlar. Hüseyin qərib yerdə ölərim bilirəm, gözlərim bağlamazlar. Mən sənə sayə salan Zeynəbəm, başın üstündə başı qəmçi ilə vurulan Zeynəbəm qardaş. Sənin ürəyimin qəminə mən qurban olum. Ay hər yerdə xanım Zeynəbin yasına gələnlər, bu xanım Zeynəbin yasıdır. Bu İmam-ı Zaman ağanın yasıdır. Kərbəladan sonra
Abdullah dedi, əmi qızı Zeynəb, mənim Kərbəladan olanlardan xəbərim var. Biraz səs ver. Mənim Kərbəlada olanlardan xəbərim var. Amma ürəyimdə də bir nisçilim qalıb. Buna diqqətlə qulaq as. Ağlamalı günlərimiz qabaqdadır. Dedi, Kərbəlada olanlardan xəbərim var. Ürəyimdə də bir nisçilim qalıb. Dedi, əmoğlu, əmi qızı əmoğlu idilər Həzrəti xanım Zeynəb ilə Abdullah. Mənə bax. Dedi, əmoğlu, ürəyimdə nə nisçil var? Dedi, Zeynəb, mən Kərbəlada bildim Əli Əkbərin cənazəsini xeyməyə gətirdilər. Anasından əvvəl sən çıxmısan xeymədən. Ona laylay sən demisən, qat əlufa irbən, irba, tikə-tikə doğramışdılar Əli Əkbəri. Dedi, anasından qabaq xeymədən sən çıxmısan. Ona laylay sən demisən, ona oxşama sən demisən. Qasımın payımal oldu atlar ayağında, ona laylayı sən demisən anası Səriyyədən qabaq. Əli Əsqərin o nazik boğazına ox dəydi. Hüseynin əlindən onu sən almışsan. Onun qanlı qundağına sən laylay demisən, sən oxşama demisən. Əbəlfəzin qolları qələm olub sən ağlamışsan, sən oxşama demisən. Hüseynin başı nizədə Şam'a gedəndə arxasıca baxıb sən başı uyarmışsan. Amma xanım, mənim də 2 balam orada şəhid oldu. Mənim də orada 2 balam şəhid oldu, amma yazırlar xeymədən çıxmadın çölə. Zeynəb, niyə xeymədən çıxmadın balalarımın cənazəsi gələndə? Ondan deyir, gördüm əllərin qoydu rəy başına, belə yana yana dedi, əmoğlu. Hüseynin yanında balalarıma mən necə ağlayaram? Mənim balalarım da Hüseynə qurban. Mənim öz canım da Hüseynə qurban. Utandım balalarım ağlayır. Bir o Şam'ın gözəl yerləri var idi. O Kərbəla qəmi o qədər xanım Zeynəbin qamətin düşmüşdü. O qədər qamətin düşmüşdü. 2 il yaşayıb, əziz ustadım qurban olum ona, qeyd eləyib 2 il yaşayıb, 1 il ya 2 il. Amma o qədər qocalmışdı xanım Zeynəb. Deyir, gətirdim Şamın gözəl mənzərələri var idi. Gətirdim, gördüm bir ağacın yanında əyləşib o qədər hönkürtü ilə ağlayır. Ay qardaş, ay qardaş, sənə canım qurban, ay qardaş. Dedim, Zeynəb, bəs burada niyə ağlayırsan? Mən gətirdim ürəyin dincələ. Dedi, Abdullah, sən görməmisən Kərbəladan biz gələndə qardaşımın başı bu ağaca vurmuş. Kardeşim Hüseyin'in başı bu ağaca vurmuşdular. Ses verin ya Hüseyin. Mazlumiyetine kurban olun, kurban olun. Ey Davud, aman Allah, adamsızlıq əlindən. Fəryad-ı fəqan Allah, adamsızlıq əlindən. Yox dildə təvan Allah, adamsızlıq əlindən. Ölsə bir adamsız gözünü bağlayan olmaz. Yasında onun qarə geyib ağlayan olmaz. Allah, bu qəriblik nə yaman dərd o bəladır. Qürbət çəkənin hər nəfəsi ah-o nəvadır. Hər ahı ürəkdən ki çıxır şöylə fəzadır. Qürbətdə ölən göydə baxar kövkəbə ağlar. Boşlar özünü dərdin o da Zeynəbə ağlar. Hər yerdə adamsızlara dilbəstədir Zeynəb.
Qürbətdə ölən dəstiyə sər dəstədir Zeynəb. Dərd o qəm əlindən, özü də xəstədir Zeynəb. Çün Şamidə bir gündə adamsız özü qaldı, can verdi Vəli, Kərb-i bəlada gözü qaldı. Deyir, can verəndə xanım Zeynəb, can verəndə deyir, xanımlar başı üstündə idilər, can verənin əlləri yanında olar. Bir əllərin açdıq gördük, qardaşının qanlı köynəyini ilə basıb bağrına. Hüseyin, mən səninəsirinəm o. Mən səni hər qədəm atanda mən üzümü qoymuşam sənin qədəmlərə. Hüseyin, mən sənin əsirəm. O qanlı köynəyin basmışdı bağrına xanım Zeynəb can verəndə. Allah bu cəmə xanımın yaxından ziyarətin nəsib elə. Hüseynim vay, Hüseynim vay. Oturaq inşallah. Hüseynim vay. Oturaq. Məzlum ölən Hüseynim vay. Ey bir kəfən Hüseynim vay. Söndür ələli. Hüseynim vay, Hüseynim vay. Axan alqan səhraya, qalan gül cismi bir saya, vücudun sər bəsər oxdir, susuzsan həm yaran çoxdur. Bu nədə bir kəsin yoxdur. Hani bəs Qasım-u Əkbər, səni yalqız qoyub ləşkər, çəkim qoynaşı və şəhbər. Nə oğlum var, nə qardaşım, qalıb sanqana göz yaşım, qatıb sanqana göz yaşım, alım qoysun nəmə başım. Adım Zeynəbdir afaqa, bacım bunu içinə ağlar. Bu həstə aləmi dağlayar. Ölürsəm kim gözüm bağlar. Hüseynim nuri eynim var. Sənə Zeynəb bacım qurban. Hüseynim nuri eynim var. Hüseynim nuri eynim var. Yaraların axar qani, edər günlər meydani. Hüseynim nuri eynim var. Ey başı sən nizədə meraz edən, ey başı sən
Geçen gece Kuliye mehman geden, ey başı serlizede miraç eden, ey başı serlizede miraç eden. Geçen gece Kuliye mehman geden, sen oku Kur'an Hüseyin, ben de deyim Can Hüseyin. Sen oku Kur'an Hüseyin, Can, sen oku Kur'an Hüseyin. Sen oku Kur'an Hüseyin. Hüseyin ay yeri mezlum anamın sinesi, Arifetin sinesi kendinesi. Tozludu kardeş üzün ayinesi, tozludu kardeş üzün ayinesi. Versin an Hüseyin, hali perişan Hüseyin. Versin an Hüseyin, hali perişan Hüseyin. Ey başı serlizede miraç eden, ey geçen gece Hulya, geçen gece, geçen gece. Sen oku Kur'an, sen oku Kur'an Hüseyin. Can Hüseyin uf ola bu küfenin eşarine, vurdular ot Fatime Gülzarine, vurdular ot Fatime Gülzarine. Güller olup tuş sitemi harine, güller olup tuş sitem harine. Ey gol-i Rizvan Hüseyin, Zeybi Gülistan Hüseyin. Sen oku Kur'an Hüseyin. Uçak sen oku Kur'an Hüseyin. Ey yüzünün zilvesi nur ayesi, ruhi felek tersem pirayesi. Var başımızda başımın sayesi. Sakol haram, sakol haram, kulları kalım, nerede tabu, nerede tabu, güzel ağa, aramdan, vefadan, miro alam, Sen kan şarap, babanı murat, babanı nicat, aramdan, vefadan. Ay Zeynep'in kabrine aşıkım ben, Zeynep'in kabrine aşıkım ben. Aşıkım gerçekten alayıkım ben, aşıkım gerçekten alayıkım ben. Uçak! Ben Zeynep'in kabrine aşıkım ben, aşıkım gerçekten alayıkım ben, aşıkım gerçekten alayıkım ben. Bir de uçak! Gerçekten alayıkım ben, aşıkım. Kullar var Zeynep'in halına, dağlar ağlar. Zeynep'in halına
çöldə bir an qalan bağlar ağlar, çöldə bir an qalan bağlar ağlar. Rəsmidir bacılar can verəndə, rəsmidir bacılar can verəndə, gözlərin qardaşı bağlar ağlar, gözlərin qardaşı bağlar ağlar. De görüm Zeynəbin qəbrinə, ay Zeynəbin qəbrinə zəmmar olasan. Aşıqəm gerçek alayıqəm mən, aşıqəm. Ne kadar eşkim var uzadı ey Zeynəbim. Benim sesimi bağırdı eşidən əzizana bacılarım, kardeşlerim hamımız diye. Qəbrinə aşıqəm mən, aşıqəm. Layiqəm mən, aşıqəm. Qollarımı aç. Aşıqəm mən, heç aləmdə məşəlsiz olmaz. Heç əzabxana getgəlsiz olmaz. Heç aləmdə məşəlsiz olmaz. Heç əzabxana getgəlsiz olmaz. Gel gözünü dedim bağla kardeş, gel gözünü dedim bağla kardeş. Bu gözü bağlayan elsiz olmaz. Bu gözü bağlayan elsiz olmaz. Zeynep'in, Zeynep'in. Ay maşallah Zeynep'in. Aşıqəm, aşıqəm. Mən aşıqəm. Layiqəm mən. Ay mənim pasibanım əbəlfəz. Ləng olub karivanım əbəlfəz. Ay mənim pasibanım əbəlfəz. Ləng olub karivanım əbəlfəz. Qardaş Zeynəbi qibləyə döndərən yox. Zeynəbi qibləyə döndərən yox. Gəl başıva dolanım əbəlfəz. Gəl başıva dolanım əbəlfəz. Zeynəbin qəbrinə aşıqəm. Ay maşallah Zeynəbin qəbrinə aşıqəm mən, aşıqəm gerçek layiqəm mən, aşıqəm. Bir də uzad ey Zeynəbin qəbrinə mən, Zeynəbin qəbrinə aşıqəm mən, aşıqəm gerçek layiqəm mən, aşıqəm. Layiqəm mən, sensiz Hüseyin öləm inan. Bu gözlerin fədası Kərbəladadır. Bu qəlbdə çox dərdim inan. Bu qəlbimin şəfası Kərbəladadır. Sensiz Hüseyin öləm inan. Bu gözlerim Kərbəla yolundadır. Bu qəlbdə çox dərdim inan. Bu qəlbimin şəfası Kərbəladadır. Eşqimsən, mahumsən, şahumsən. Eşqimsən, mahumsən, şahumsən. Eşqimsən, mahumsən, ahumsən, şahumsən. Dərdimə dərmanımsən.
Hüseyin ya Mevla de ya Mevla Hüseyin ya Mevla Hüseyin ya Mevla cennet verseler bana sensiz Hüseyin istemem canımı alsa Əzrail gelsen Hüseyin gözleyem gözlerimi bağla Hüseyin aşık ve nöker ve gözlerimi bağla Hüseyin aşık ve nöker ve etme beni məyus ağam mən yolu gözləyərəm eşqimsən ahımsən şahımsən eşqimsən ahımsən şahımsən eşqimsən ahımsən şahımsən dərdimə dərmanım Hüseyin Hüseyin ya Mevla Hüseyin ya Mevla beh beh ya Mevla bir de uca Hüseyin her yere ses yayılsın Hüseyin sedası ya Mevla Hüseyin ya Mevla gözlerimiz ezadedir diyar-ı Kerbela'dadır bir nəzər et bizə Hüseyin ürək yanır cəzadədir Hüseynçiyəm fəxr edərəm qarəbmən geyinmişəm çoxlar köynəyvə baxıb həsrətin intizardadır eşqimsən mahumsən şahımsən eşqimsən ahımsən şahımsən eşqimsən ahımsən şahımsən dərdimə dərmanım Hüseyin Hüseyin ya Mevla de Hüseyin ya Mevla nuru çalıp ahu çalıp neyzede şahu çalıp nuru çalıp ahu çalıp neyze susuz şahu çalıp başı gezip neyzeleri erşe kızılmahu çalıp ya Hüseyin Mevla Hüseyin ağlar sana dünya Hüseyin de Hüseyin bir de uza ya Hüseyin Hüseyin Kerbela qana batıb sərvəridin teşnə yatıb olub bəlaya mübtəla mutlər Hüseyin bir Kerbela Ya Hüseyin va Hüseyin Ya Hüseyin va Hüseyin Otlanıbdı xeymələ Susuz qalıb körpələ Oxlanıbdı əsğəri Doğru
Eşkı ve Zeynep feda. Eşkı ve Esfar feda. Eşkı ve Ekber feda. Eşkı ve dünya feda. Ya Hüseyin ve Hüseyin. Vay qafile salarım ölür vay mənə. Qafile salarım ölür vay mənə. Qolsuz ələmdarım ölür vay mənə. Qolsuz ələmdarım ölür vay mənə. Qafile salarım ölür vay mənə. Qafile salarım ölür vay mənə. Qolsuz ələmdarım ölür vay mənə. Qolsuz ələmdarım ölür vay mənə. Vay vay mənə. De! Vay mənə. Vay vay mənə. Vay 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 mənə. Sinəsi şan şandı əvvəl fəzlimin. Ağzı dolu qandı əvvəl fəzlimin. Gözləri yoxlandı əvvəl fəzlimin. Cəngidə sərdarım ölür vay mənə. Cəngidə sərdarım ölür vay mənə. Qafilə salarım ölür vay mənə. Qafilə salarım ölür. Ay qonsuz ələmdarım ölür vay mənə. Qonsuz ələmdarım ölür vay mənə. Vay vay mənə. Vay vay mənə. Vay vay mənə. Vay 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 mənə. Vay ələmi qana batan qardaşım. Qumların üstündə yatan qardaşım. Qumların üstündə yatan qardaşım. Düşməni amalə çatan qardaşım. Yarı havadarım ölür vay mənə. Yarı havadarım ölür vay mənə. Əşhədü ənə Əliyyəm Vəliyullah. Əli! Zikr əşhədü ənə Əliyyəm Vəliyullah. Vəliyullah yenə yer göy geyilir, qara gəlir qəm gecəsi. Yetişib Həzrəti Peyğəmbərə matəm gecəsi. Hər ilin əvvəli beyyətdir Muharrəm gecəsi. Qara tərsəmdən öpüb and içərim. Qara tərsəmdən öpüb and içərim. Biz Hüseynə görə başdan keçərik. La əşhədü ənə Əliyyəm Vəliyullah. Əli! Əşhədü ənə Əliyyəm Vəliyullah. Ağamın aldına qurban adı İzzətdir bizə. Ağamın aldına qurban adı İzzətdir bizə. O mübarək adı şəxsiyyəti neymətdir bizə. Doymarıq şər bu bəladən, ora cənnətdir bizə. Qoymarıq boş qala şahın hərəmi. Qoymarıq boş qala şahın hərəmi. Tutarıq başımız üstə ələmi. Əşhədü ənə Əliyyəm Vəliyullah. Əli! Sinə vur, sinə vur. Əşhədü ənə. Ay maşallah.
Ağamın verdiği kurbanlarına and olsun. Ağamın verdiği kurbanlarına and olsun. O mütəhhər tökülən qanlarına and olsun. O mütəhhər tökülən qanlarına bir kəfən dəfn olunan canlarına bir kəfən dəfn olunan canlarına and olsun. Hər məhərrəm qara köynək geyərül ya hər məhərrəm qara köynək geyərül biz Hüseynə görə başdan keçərik. Əşhədü ənə əliyyən vəliyullah. Əli ay maşallah. Sinə vuran sinələrin dərd görməsin. Yollah ağamın Əli Əsqər ağamın qundağına and olsun. Əli Əsqər ağamın qundağına and olsun. Andolu Kərbəla torpağına and olsun. Ağamın qanə batan bayrağına and olsun. Ağamın qanə batan bayrağına and olsun. Qoymarıq boş qala şahın hərəmi. Qoymarıq boş qala şahın hərəmi. Tutarıq başımız üstə ələmi. Əşhədü ənə əliyyən vəliyullah. Əliyyən vəliyullah. Əşhədü ənə vəliyullah. Mənəm Əbbas Əli İbni Əbi Talib Səfdər. Mənəm Mah-i Munəvvər. Mənəm şir dilavər. Mənəm Saqi Sağər. Mənəm yekdən ləşkər. Denən Kufədə Heydər yolunu gözləməsinlər. Bugün Kərbəladan mənəm Heydər digər. Mənəm Fatih Xeybər. Mənəm Kərbəla Ələmdar Hüseyn. Mənəm Kərbəla Hüseyn. Mənə bər fəzləm Əli tək olaram cəngəl dövran. Mənəm Hafiz-i Qur'an. Mənəm xəncər burran. Mənəm əşcə-i Şiran. Əmən namə cürüb canalara namə yazandan. Uzun qolları məl'an olub bayrağı Qur'an. Mənəm Kərbəla. Hamımız deyək Hüseyn mənəm Kərbəla. Nəfəsini eylədi tazə. Ay maşallah. Hüseyn can Mevlana, Hüseyn can Mevlana. Mənəm Kərbəla Ələmdar Hüseyn. Zikr elə yorulma. Hüseyn mənəm Kərbəla. Hüseyn qəhdi qamətdə qiyamətdi. Uca qaməti vardı, gözəl heybəti vardı. Əcəb cürəti vardı, görüblər biləyində betər qüdrəti vardı. Qaçanlar yıxılıb səs verəcək zərbəti vardı. Qaçanlar yıxılıb səs verəcək zərbəti vardı. Əbəl fəzli Əlidir, Əli qeyrəti vardı. Əbəl fəzli Əli vardı, nə xoş izzəti vardı. Mənəm Kərbəla. Mənəm Kərbəla. Mənəm Kərbəla.
Hasan, ölürəm Hüseyn. Bacı canlana getirin kəfən, ölürəm Hasan, ölürəm Hüseyn. Gözü yoldayam, hanı bir gələn, ölürəm Hasan, ölürəm Hüseyn. Bacı canlana getirin kəfən, ölürəm Hasan, ölürəm Hüseyn. Zeynep, 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 ellerimi kaldır dene. Zeynep, 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 ucal Zeynep, Zeynep. Kudaya bu elleri hanımın haremine getir. Zeynep, 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 Zeynep. Nere bal çırağı muhabbetin, bu çetin zamanada yanmasın. Özünüzü mənə yetirin, bu can yorulan bədəndə yubanmasın. Kəfən istədim, məni əff edin, bu sözüm Hüseynə toxunmasın. O yatıbdı qəbridə bir kəfən, ölürəm Həsən, ölürəm Hüseyn. Zeynep, 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 her ne kadar sesim var uzadı. Zeynep, bir daha Zeynep, 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 Hasan ey güzelliğinin sözü değilen Hicaz-ı Irak'da. Töküləndə təşrə cigərlərim, mən idim əcəb tərvisilər. Belə bir zamanı fəraqədə, o bəlalı başımı saxlayam. Bilirsən kimi qucağıda, mən idim əcəb tərvisilər. Gözü yoldayam, hanı bir gələn, ölürəm Həsən, ölürəm bacızam mənə. Hamının səsi budur. Uçaq gözü yoldayam, hanı bir gələn, ölürəm Hüseyn. Bacızam mənə getirin kəfən, ölürəm, ölürəm Hüseyn. Zeynep, 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 Zeynep. Oy Zeynep, iki munesim, iki həmdəmim, iki afitaba məsəl sözüm. İki rəhbərim, iki sərvərim, iki dilbərim, iki xoş sözüm. İki kardeşim, iki sevgilim, biri sağ gözüm, biri sol gözüm. İki nur idi deyib öl Hasan, ölürəm Hasan, ölürəm Hüseyn. Zeynep, 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 Zeynep,
Zeynəb nə qədər yazıb qazımı qara qələmi qəzab o qədər məni Qətər oldu Zeynəbə həm qədəm hara getdim olmadı məni Nə bəlalı çöl mənə qəbr olub nə Mədinə torpağı mədfəni Bacıza olur hara gör vətən Ölürəm Hüseyin, ölürəm Həsən Kərbela, Kərbela Kərbela, Kərbela Xuda səndən istərir Torpağın əzizləri Bayrağın yüksəlləri Susuzların naləsi Zeynəbin səbir səsi Azadlığın qaləsi Eşkimizin qibləsi Kərbəla, Kərbəla Ya Hüseyin yəbnə Zəhra 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 Ya Hüseyin Yorulma Ya Hüseyin yəbnə Zəhra Ya Hüseyin Buna qəşəng sinə vuracaqsan Mən Hüseyinçiyəm Vətənim Kərbəla Mən Hüseyinçiyəm Gəlsə də bir bəla Mən Hüseyinçiyəm Mən Hüseynləyəm hər an Mən Hüseyinçiyəm Vətənim Kərbəla Mən Hüseyinçiyəm Gəlsə də bir bəla Mən Hüseyinçiyəm Mən Hüseynləyəm hər an Sənli əla Həmdə şəfa Kərbəla, Kərbəla, Kərbəla Sənə fəda Şah-ı gəda Kərbəla Kərbəla Kərbəla, Kərbəla, Kərbəla Ya Hüseyin yəbnə Zəhra Ya Hüseyin Fəqət bunu deyinən Ya Hüseyin yəbnə Zəhra 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 Mən Hüseynçiyəm Mən Hüseynçiyəm Vətənim Kərbəla Mən Hüseynçiyəm Gəlsə də bir bəla Mən Hüseynçiyəm Mən Hüseynçiyəm hər an Mən Hüseynçiyəm Vətənim Kərbəla Mən Hüseynçiyəm Gəlsə də bir bəla Mən Hüseynçiyəm Mən Hüseynləyəm hər an Vardı səfa Əhdə vəfa Kərbəla, Kərbəla, Kərbəla Sənə fəda Şah-ı gəda Niyə bu cür deysən? Uca denəm Vardı səfa Həmdə vəfa Ay sənə fəda Şah-ı gəda Kərbəla Bəla Kərbəla Ad o əzbər olmasam Dilim ilal eynə ağa Ad o əzbər olmasam Dilim ilal eynə ağa Yaxşı nökər olamadım Məni helal eyle ağa Məni
bize gel azdı bizi helal eyle. Eyle ağa beni helal sineme helal. Sen beni boşlasın gedi. Kapı kapı gezeme. Sen beni boşlasın gedim. Kapı kapı gezemleri. Sen denen ölüm ağa, ayrılığa dözemleri. Beni helal eyle ağa de. Buna ellerimi kaldır deneni. Beni helal eyle ağa. Ha ha. Ne kadar sesin var. Uca dene. Eyle ağa beni helal beni helal eyle ağa beni helal eyle ağa. Hüseyin kocalarım yavaş yavaş neylirem korkuram kocalarım yavaş yavaş neyleyim korkuram qəbrə gedib mənim yerim rozələrində boş qalır. Qəbrə gedib dəxi Hüseyin rozə deyəmmərəm sənə. Kəfənə bağlanar əlim sinə vuram maram sənə. Bəni helal beni ağa bizi helal eyle. Uca uca ermen isteyenler. Ağa bu elleri tezizden ucu Kerbela'ya var. Beni helal eyle ağa, beni helal eyle ağa. Ya Hüseyin helal eyle, derdin üstə mən dərdim. Sən əmmişəm mərd oldum, mən hər zaman namərdəm. Ya Hüseyin helal eyle, fürsətimi kurtardım. Roza qədri bilseydim ben sana çok ağlardım. Ey kahveciyen şiye davam eder. Üst tut harem-i yavru sultan eder. Su görsen ecel şahı enşan eder. Gül peşeri doğranmış kurban eder. Davam eder. Sultan eder. Kurban eder. Pahav eder. Zehrav eder. Lebbeyk sen lebbeyk. Ay başta baş o Kerbela, aldı sabrimi neynəva. Ateşin dilden ses gelir, sende yatan şah canım feda. Ey dil əhlinə misal, güzel səhnələr al, güzel səhnələr var. Yandırır dərdi fəraq, məni dərdi fəraq, məni dərdi fəraq. Səslərəm Kərbala, Hüseyin Kərbala, Hüseyin Kərbala. Səslərəm Kərbala səsləyən uca denən. Səslərəm Kərbala, səslərəm Kərbala, Hüseyin Kərbala,
Hüseyin Kərbəla gülər üzlü gülzarindən yarayıldı öz yarindən sinə vur gülərıldı göz yarindən göz yumdu bir çare Leyla göz yumdu bir çare Leyla Ekber ol məhsima cavanından Səslədi ya vələdi Əli ya vələdi Əli ya vələdi Yandı əşqin ələdi Əli ya vələdi Əli bir də səslədi ya vələdi Əli ya vələdi Əli ya vələdi Yandı əşqin ələdi Əli ya vələdi Əli ya vələdi Səslərəm Kərbəla Hüseyin Kərbəla Hüseyin Kərbəla Oy səslərəm Kərbəla Hüseyin Kərbəla Hüseyin bir də uca səslərəm Kərbəla Hüseyin Kərbəla Hüseyin Kərbəla səslərəm Ay Hüseyin Kərbəla qollarımız xakımda eşq oldu təfsir azadani oldu təqrir savtu heyhat minnəzzillə uzaldı səsləndi zikri təkbir uzaldı həm səndə zikri təkbir İzzətül ərşə çatıb Nohəvlakə çatıb Nohəvlakə çatıb Çün ağam səndə yatıb Ağam səndə yatıb Ağam səndə yatıb Səslərəm Hüseyin Kərbəla Hüseyin Kərbəla Səslərəm Hüseyin Kərbəla Hüseyin Kərbəla hərəmdən ayrılıb düşmüşəm Bu həsrət ilə yanmışam Yenə o altı quşəli Dəri üçün darıxmışam Nə qədər səsim vardı Hərəmdən ayrılıb düşmüşəm Bu həsrət ilə yanmışam Yenə o altı quşəli Zəri hüsn darıxmışam İcazə ver gəlim doyunca uca Ay maşallah Gözəl nəzarədir bir də Bəxtəvər olmağa bu qərar Bir ovuc törbəti Əsimdi bu qara köynəyə Hüseyin Bir ömrüdür bürünmüşəm İməkliyən zamanda mən Dalınca heç sürünmüşəm Bu qara köynəyə Hüseyin Bir ömrüdür bürünmüşəm İməkliyən zamanda mən Dalınca hey sürünmüşəm Sinəmi dağlara Qavrəvi bağlara Ölüncə ya Hüseyin Sənə mən ağlaram Ölüncə ya Hüseyin Ağlaram Bəxtəvər olmağa bu qərar Ay maşallah Əsimdi bir oğuz türbəti Kərbəla Ay Kərbəlanı istəyənlər Uca uca Bəxtəvər olmağa bu qərar
Kərbəla bəsimdir, aramdan ayrı düşmüşəm, bu həsrət ilə yanmışam. Yenə o altı quşəvi səri hüsn darıxmışam. Bu qara köynəyə Hüseyn bir ömrüdür bürünmüşəm. Üməkliyə zamanda mən dalınca hey sürünmüşəm. İcazə ver gəlim, doyunca ağlayım. İcazə ver gözəl məzarını bir də qucaqlayım. Gözəl axır sözümüzdür. Necə deyərik inşallah, bəxtəvər olmağa. Nə qədər səsim var, nə qədər eşqim var, qurban olum o sinəvə. Bəsimdir bir ovuc türbəti Kərbəla, bəsimdir bir ovuc türbəti Kərbəla, bəsimdir. Vay vay Hüseyin vay vay vay, vay vay Hüseyin vay vay vay. Hamı hamı. Vay vay, vay vay. Vay vay, vay vay sen, vay vay, vay vay, vay vay, vay vay. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Esselamu aleyke ya Aba Abdillahil Hüseyin, ya ibn Resulillah, ya ibn Resulillah, ya Hüccetallahi ala khalqih, ya Seyyidina ve Mevlana. إنا توجهنا واستشفعنا وتوسلنا بك إلى الله وقدمناك بين يدي حاجاتنا يا وجيها عند الله اشفع لنا اشكلا يا وجيها عند الله يا رحمن يا رحيم يا أرحم الراحمين يا أحكم الحاكمين يا الله 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 İlahi Perverdigara dergahı açılan ellerimizi naumuz sinemize kaytarma. İlahi kalbimizden kini, küdureti, şeytaneti, vesveseni kenar ile. İlahi kalbimizi iman nuruyla nurlandır cinem. İlahi evladı olmayanlara evladı salihin nasip eyle. İlahi cümle şehitlerimize rahmet eyle. Atalarına, analarına, ailelerine, körpe balalarına sabr Eyyubi keramet eyle. İlahi cümle gazilerimize acil şifa inayet eyle. Cümle eskerlerimizi ağla geler gelmez hata belalardan amanda sakla günen.
İlahi bu Muharremi ömrümüzün ahiri Muharremi karar verme. İlahi cümlemize helal minnetsiz ruziler nasip eyle. İlahi bizleri aile yanında, evlad yanında xəcaletli eleme. İlahi dini İslam'a kuvvet ver. Dinin düşmanlarını mahv nabud eyle. İlahi zindanda olan kardeşlerimizin işlerine fərəc ver. İlahi ağamız imam-ı zamanın zuhurunda tacil eyle. Bizleri o Hazretin sadık dostlarından ve xadimlerinden karar ver. Bismillahirrahmanirrahim. Allahümme kulli veliykel Hüccet ibnil Hasan salavatüke aleyhi ve ala في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك توعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. صلى على محمد. Oxunan Qur'anın, edilən söhbətlərin, saxlanılan bu əza matəmin qəbulu və bu savabdan şəhidlərimizin ruhuna, haqqı boynumuzda olan ata-analarımızın ruhuna, ümumən iltiması dua edib, duaya hacəti rəva olmaq istəyənlərin cümləsinin hacətlərinin rəva olmasına və ümumən zamanında bu məclisləri təşkil ediblər, indi dünyalarını dəyişiblər. Bu məclisin savabından da onların ruhuna pay olsun deyə ruhlarını yad edək. El-Fatiha ma'as-salavat. Peygamber, adı Peygamber'e salavat çekin yani. İbadetkarlarımızın, mazatlarımızın, dualarımızın qəbulunun salavat çekin yani. İltiması dua edenlerimiz var, hastası olan, güçlü olan, xüsusən musul günləri övladlarına bağlı iltiması dua edən valideynlərimiz var. Cümləsinin hazretlərinin qəbul olmasının salavat çekin yani. Adam çoxdur. Mevlamız İmam Zaman Aleyhisselam. Sözünde Fatih'i salavat çekin yani. Sağ olun. Hazır rəhbəri elədi. Bu məclisin təşkil olmağında, hazır evdə xəzimiz başda olmaqla nə qədər zəhmət çəkən, xidmət göstərən insanlarımız var. Özlərinin, ailələrinin salamasını və dünyasını dəyişən anlatlarına xatir salavat çekin yani. Gələcəyimiz bizim ümid yerlərimiz.
razı olsun. Allah cümlesi.